1, 2, 3 motor. Başladıq. Bugün evimizin çölünü və içini, amma əsas çöl hissəsini işıqlarla, marallarla, yolkalarla, süni ağaclarla bəzəyəcəyik. Getmişdim Walmart'a. Qeyd edeyim ki, bütün magazinləri gəzmişəm. Amma sadəcə Walmart'da münasib qiymətlər var idi. İndi başlayaq görək. Bugün kutu açılımı yapıyoruz. Benimle beraber. Ay, şimdi başımdan çıkardım. Kısaca bunun qiyməti yeri gəlmişkən, deməli bunun qiyməti 30 dollar idi. Bunu qapıya asacağım. Çok güzel bir şey. Belki qırağına ışıqlar da koydum. Sonra getdik, əsas məsələ, ən çox sevdiyim, ən çox axtardığım. Çağımı hara koydum? Çağımı almadım. Hə, buradadır. En çok axtardığım, tapdığım, sevdiyim bu marallar. Böyle ışıqlardır, marallar da ata, ana, bu da bala. Bu Walmart'da endirimdəydi. Qiyməti 100 dollara düşmüşdü. Və bütün qiymətlərin hamısı Kanada dolları ilədir. Amerikan dolları ilə deyil. Ümumi bütün bunların hamısına bir yerdə 500 dollar pul körladıq. Xərclədik demirəm, çünki körlamakdır. Amma neyim, bura mən növbəti arzularından biriydi ki, özüm həyət evinə köçsəm, həyət evini belə bir bəzəyim. Həm iş yoldaşlarım mənə kömək eləyəcək, bəzəməyə. Bu tək mənim hünərim deyil. Çıxarlaq deyək. Bu baladır deyəsin. Bu rəfah qırılıb ki. Bu qolunqısa çəkdir mi? Hə. Bu belə bir şeydir. İndi tam hazır versiyasını göstərəcəm sizə. Bunun içində anası və atası da var. Sonra bunu almışdım 5 dollara. Bu da bunlardan asmaq üçündür. Sonra 3 dənə belə uzadıcı almışam çöldə. Bunları bir-birinə quraşdırıb açmaq üçün. Ondan sonra belə bir işıqlar almışam. Evin bizdə soffit gutters deyilər. İşıqlardır. Bütün ətrafı boyunca yuxarıdan dolamaq üçün 1, 2, bir dənə də evdə var. Onlar hədiyyə ediblər. 3 dənə belə işıq. Hər biri, bax bu misal üçün 13 metr yarımdır işıq. Bunu almışdım neçəyə? Bunu almışam 35 dollara. Bu da ne qədərdir? 8.9 metr. Yəni, bəsi 9 metrdir. Bunun da qiyməti yenə 35 dollar idi, amma bunun ışıqları bundan iridir. Eyni bundan bir dənə də paçka var. Sonra bu nədir? Bu deməli, bunu almışdım bir dənəsi 17 dollardan. Bu belə ışıqlardır. Bu ışıqlar belə evə doğru qoyursan, evi belə böyük göstərində ön plana çıxardır. 2 dənə bu ışıqlardan almışdım. Ondan sonra bu heç bir şakal. Bu nədir? Bu ən sevdiyim. Bu da ulduzlardır. Bunu asırsan evdən belə görünür. Bunun deməli qiyməti 25 dollardır. Uzunluğu 2.4 metrdir. Biz alanda düşündük ki bir dənəsi çatmaz, ona göre 2 dənə aldıq bundan. Dedim ki 5 metr satacaq. Növbəti ən gözəl. Deməli, mən evimin qabaq hissəsində balaca belə ağaclar yoxdur. Buna görə biz belə ağaclar almışıq. İşıqlı ağaclardır, süni. Bir dənəsi 17 dollaradır və hər paketin içində 3 dənə var. Biz bundan almışıq 3 paket, yəni 9 adet. Sonra bu da bizim yolka ağacının altına hədiyyə kutuları bəzəmək üçün belə paketlər, paket sarmaq üçün, bağlamaq üçün bunu almışıq. Bu ən ucuz şey, yəni ki bu bazarlıqda bu idi. Bu qədər
2, 4, 6, 8 dənəsinə 9 dollar vermişəm. 8 də rəngdir. Hər biri yox. Hər biri 2 metrədir. Belə göstərir, bilmirəm, yəni çox olur. Bu da əsas məsələ. Bu da yolkadır. Yolkanı mən Home Depot'da baxdım. Ondan sonra Canadian Tire'da baxdım. Yəni yolkalar mən yolkaya o kadar pul vermək istəmirdim. Amma Walmart'da bu yolka hal-hazırda endirimdəydi. LED lampalı yolkadır və hündürlüyü bunu eləyəcəm. Nə qədər bu yolkanın hündürlüyü 198 santimetrdir. Yəni 2 metrə yaxındır. Belə bir yolkadır. LED işıqları var. Ona görə mən bunu hələ oyuncaq almamışam. Bəlkə də yəni işıqlara ehtiyac olmadı. Çünki oyuncaqlara ehtiyac olmadı. Belə bir yolkadır. Belə bir yolkadır. Bu ayaqları. Bu da yolkanın özündən. İşıqları özündəndir. İndi sonra göstərəcəm son halını.